Azərkanı qrup olaraq Beynəlxalq Qızlar Gününü qeyd etməyimizdə məqsədimiz əlbəttə ki, birincisi qızlarımızı təbrik etmək, atalarımızın vasitəsilə onlarla bərabər bu günü qeyd etmək, sistem sahəsində gələcəyin qız alimləri, gələcəyin mühəndisləri, gələcəyin riyaziyyatçıları və gələcəyin möhtəşəm telekom, texnologiya sahəsində çalışan insanlarını yetişdirməkdə dəstək olmaqdır. Əslində övladlarımıza daha çox vaxt ayırmalıyıq. Bəzən bunu egoistlik eləyirik, bəzən özümüzə vaxt ayırırıq. Düzdür, hamı, bütün valideynlər övladlarına vaxt sərf eləyir, amma bəzən bunu daha çox eləyə bilərik, bunu öyrəndik və bunu etməliyik. Lövhəyə lazer qoymuşdular, o maraqlı gəldi. Lazer tərpənirdi, mahnının səsi çox olanda belə. O maraqlı gəldi, onu öyrəndim. Qızım üçün daim hansı sənəti seçməyinə baxmayaraq daim qalib olmağı arzu edirəm, daim onun qalib olmağını görmək istəyirəm. Çünki bu bütün valideynlər üçün ən böyük bir şeydir, böyük bir arzudur bu. Daim istədiyinə çatsın, qoyduğu məqsədə nail olsun, qalib olsun. Каждая секунда, которую я провожу с папой, это для меня большая ценность. Mən məsələn atama deyəndə ki, mən kompüterlə məşğul olmaq istəyirəm. Artıq atam öz işi ilə bağlı məni çox üstümə düşürdü. Nə mənada? Yəni öyrətməyə çalışırdı. Bilmədiklərimi məsələn soruşanda daha izah etməyə çalışırdı. Mən şəxsən o xəssiyyətini çox xoşuma gəlir. Ümumiyyətlə evladın fərqi yoxdur, oğlan oldu ya qız oldu. Yəni bu günləri biz qızımızla iştirak elədim, mən qızımla. Bu mənim üçün bir fəxr hiss oldu. Uşağın, yəni qızımın da hər hansı bir sevinci mənim də sevincimdir. Qızımın və yaxud da digər evladlarımın uğurları mənim də uğurumdur. Evladımın sevinməyi mənə bəsdir. Yəni qızım sevindi, mən də sevindim. Hər güclü qadının hekayəsi bir cümlə ilə başlayır. Mən sənə inanıram qızım. Bu sözün müəllifi onun atasıdır. Gəlin qızlarımıza inanaq, onların gücünə imkan qapıları açaq.